Sizdə obsessiv kompulsiv pozuntu varsa, bunun müalicəsi necə həyata keçirilir? Belə ki, həm psixiatr, həm də psixoloq yanına paralel olaraq yazılmalısınız. Yəni orta ağır səviyyədə sizdə OKB, obsessiv kompulsiv pozuntu varsa və paralel olaraq evdə də, yəni özünüzlə məşğul olmalısınız. Necə? Məsəl üçün, siz əgər bir şeyi beyninizdə həddən artıq düşünürsünüzsə, artıq bu fikri, bu düşünməni dayandırmalısınız və özünüzə bir sərhəd qoymalısınız. Məsəl üçün, mən bu düşüncəni sadəcə gün ərzində 1 saat düşünəcəm, 2 saat düşünəcəm. Ondan artıq düşünməyəcəm. Tutaq ki, özümə bir vaxt qoyuram, 1 saat qoyuram ki, saat 7-dən 8-ə qədər və yaxud da 7-dən 9-un yarısına qədər bu fikri, bu məsələni mən düşünəcəm. Ondan sonra başqa bir şey haqqında barədə düşünmək istəyirəm. Və bu kompulsiv pozuntunun səbəbləri nədir? Hansı yaşdan başlayır? Əsasən uşaqlıq yaşından sonra başlayır. Yəni uşaqlıqdan bəri siz çox düşünən biri olursunuz. Və ondan sonra sizin hər hansı bir travmalarınız baş verir və bu travmalardan sonra artıq sizdə OKB problemi yaranmış olur.